Bəli, dünənləri Ukrayna Təhlükəsizlik Xidmətinin saytında da yazılmışdı. Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasil Malyuk hesabatda verdi, məruzə də verdi, Stavkanın toplantısında da bildirdi ki, hörümçək toru əməliyyatları hazırdır, hazırlanır dedi. Amma siyasilər bir qayda olaraq xüsusi xidmət orqanlarının işini bilənlər bilirlər ki, hazırlanır deyilirsə, deməli hazırdır. Hazırlanır demək, yəni onun qarşısı alına bilər. Sonra biabır olarsın. Əlbəttə ki, hörümçək toru əməliyyatları olacaq, var. Və bunlar ardıcıl olacaq. Çünki Ukrayna mövcudluq müharibəsi aparır. Ukraynanın başqa necə deyək, çıxış yolu yoxdur. Heç kəs garantiya verə bilməz ki, tutaq ki, iri şəhərlərdə 15, nə bilim, neçə milyondur, mən heç düzü bilmirəm nə qədər Moskvanın əhalisi var. Mən bilən heç kəs bilmir. Dəqiq. O tipli şəhərlərdə dronlar dolu, tutaq ki, furalar yoxdur. Əlbəttə var. Əlbəttə Ukrayna bundan bağlı öz tədbirlərini görmüşdür və görəcəkdir. Və bu günləri, təxminən 2-3 saat bundan qabaq, Almaniya Federativ Respublikasının Müdafiə Naziri Boris Pistorius gəldi Kiyevə. Buradan bəyanat verdi. Bildirdi ki, biz az kömək edirik və bilirsiniz ki, Almaniya Federativ Respublikası öz həm texnoloji baxımdan, həm pilot uçuş aparatları, həm də ağır, uzaq mənzilli raketlərin Ukrayna ilə bircə istehsalı ilə bağlı müqavilələri var. Çünki Ukrayna hərbi sənaye kompleksinə əsas kömək edən hərbi sənaye kompleksinin nəhəngləri o cümlədən Almaniyanındır. Yəni Rheinmetall'dır, 4 zavodları var burada. İkisi var gücü ilə 24 saat çalışır, biri deməli növbəlliyi ilə də çalışır, biri də ki, elə tam hazır olmaq ərəfəsindədir. Nə demək istəyirəm? Ukrayna tərəf təbii ki, bu tipli əməliyyatları hörümçək toru N+1 sayda olacaq. Yəni bunu biz gizləmirik. Buna illərdə hazırlıqlar gedir. Çünki bunun başqa variantı yoxdur. İndiki partizan müharibəsi, partizan hərəkatı elə hörümçək torlarıdır. Yəni pualar elə partizanların edə biləcəyini onlar edirlər.